Mən büdcə ilə bağlı fikirlərimi söyləməmişdən öncə, burada İqbal Ağazadə də qeyd elədi, Naxçıvanda yaranmış vəziyyətlə bağlı fikirlərimi bildirmək istəyirəm. Sabah bilirsiniz ki, dünyadakı bütün şiə müsəlmanlar bu Aşura gününü qeyd edir, amma çox təəssüf ki, özünü İslam Respublikası adlandıran İran Naxçıvan Muxtar Respublikasının yolunu bağlayıb, orada qadınlar, uşaqlar, yaşlıları bu günlə çörəklə imtihana çəkmək istəyir. Məqsəd də bəllidir. Rusiyada bilirsiniz ki, bizim miqratlara qarşı böyük bir hücum başlanıb və burada da İran dərhal hərəkətə keçib, həmişə Rusiyanın əlavəsi kimi o fəaliyyət göstərib. Vaxtilə prezident seçkiləri öncəsində Rüstəm İbrahimbəyovun rəhbərliyi ilə Rusiya burada Milli Şura formalaşdıranda İran da bütün tök-töküntülərini göstəriş vermiş ki, doluşsunlar Milli Şuraya. Amma Rusiya geri çəkilən kimi onların da hamısı müxtəlif bəhanələrlə oradan qaçdılar. Biri dedi, mən elə belə demişdim, adımı yazıblar. Biri dedi, məndən xəbərsiz adımı yazıblar və s. İndi də eyni proses davam edir və vaxtı ilə Yezid İmam Hüseynin tərəfdarlarını özünə tabi etdirmək üçün onların suyunu kəsmişdi. İndi də İranın rəhbərliyi əslində Yezid kimi davranır. Ona görə biz Milli Məclis olaraq bunu qətiyyətlə pisləməliyik və müraciət eləməliyik bütün İslam əməkdaşlıq təşkilatına, İslam konferansı təşkilatına müraciət eləməliyik, BMT-yə müraciət eləməliyik və İranın bu əməllərini qətiyyətlə biz pisləməliyik. Bununla əlaqədar olaraq çox təəssüf ki, İranda 30 milyona qədər Azərbaycanlı yaşayır, amma bu Azərbaycanlıların çoxunda hələ milli şüur oyanmadığına görə onlar İran hökumətinə təzyiq eləyə bilmirlər. Ona görə biz diaspora fəaliyyətini gücləndirməliyik. Mən təəssüf edirəm ki, bizim bu ilki büdcədən diaspora komitəsinə 3-4 milyon cəmi vəsait ayrılıb. Bu vəsaitlə nə iş görmək olar? Bunu ən aşağısı bir 10 dəfə artırmaq lazımdır ki, bu komitə normal fəaliyyət göstərə bilsin. Əgər İrandakı Azərbaycanlılar milli kimliklərini dərk eləsəydilər, indi İrandakı mollaların cəsarəti çatmazdır ki, Azərbaycanla bu cür davransınlar. İkincisi, bu İranın Azərbaycandakı tök-töküntülərinə mən üzümü tutub deyirəm. Bunlar tez-tez burada güya ki, belə İslam həmrəyliyindən çıxış eləyərək İsrailin, Amerikanın bayrağını yandırırlar. İndi kişiliyi satsın, bir dəfə də bu İranın indi Naxçıvan yolunu bağlayıb, müsəlmanları qoyub açsız bir etiraz eləyin də, belə bir etiraz da İrana qarşı getirin.